Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size iki yanaşı tam təminli həyət evlərimizi təqdim edəcəm. Videomuzu sona kadar izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Zabratdan Üzüm Maştağaya gedən yoldadır. Kanal marketin yaxınlığı. Magistral yoldan isə cəmi 50 metr məsafəsi var. Əvvəlcə də onu qeyd etmək istəyirəm ki, evin baxın bu gördüyünüz məhləsi hamısı asfalt olunur. Hazırda məhlədə iş gedir. Bura elə bir ərazidir ki, burada evlər heç bir həftə satışda qalmır. Ona görə elə tam hazır olmamış məhləsi sizə çəkib göstərirəm. Buyurub gəlin. Alın, Allah xeyir versin. Sənəd evində torpağında kupçasıdır. Ünvanı bir daha qeyd edirəm. Zabratdan Üzüm Maştağaya gedən yolda Kanal marketin yaxınlığı Məmmədiyarov dairəsinə çatmamışdı. 1,7 sot torpaq sahəsindədir. Yerdən 7-8 daş kürsüsü var. Evin padvalına girişi var, çardağına da girişi var. Həyət tamit daşla döşənilib. Padvaldan daxil olaraq otaqların hər birinin alt hissəsini rahat şəkildə gəzə bilirsiniz. Bir də evin belə ətraf hissəsini sizə göstərim. Hər tərəfi yaşayış olan yer 50 metrdən də magistral yoldur birbaşa. Evimiz 3 otaqlıdır, 100 kvadratdır, dəhliz sistemli evdir. Dəhlizə daxil olduqda sağda gəlir evin mətbəx hissəsi. Mətbəxdə mebel arası kafeli var. Yerdə də əlavə olaraq kafel hissə saxlanılıb. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. Betonu var, kəməri var. Dörd bir tərəfdən qoşadaşla tikilmiş evdir. Kombi sistemi çəkilib. Polları laminatdır. Hər bir otağın geniş pəncərəsi var. Əziz izləyicilərim, bu evin qiyməti 73 min manatdır. Arkada gördüyünüz ev eyni proyektdir. Arkada gördüyünüz ev isə 70 min manatdır. Qiymət fərqinin də səbəbi budur ki, bu ev məhəllədə birinci evdir. Amma digəri isə ikinci ev kimi sayılır deyə evlərin qiymət fərqi də var. Bu da ən axırıncı yataq otağı. Qiyməti 73 min manat, sənədi, paket, kupça. İzlədiyiniz üçün təşəkkürlər.